Balakən rayonunda hər tane ev satışa çıxarılır. Ev Uğlavoyda yerləşir, yəni yan tərəfi gördüyünüz kimi ön tərəfi maşın yoludur. Girəcək qapılar pultla işləyir. Bu hissədə qaraj kimi nəzərdə tutulmuşdur. Gördüyünüz kimi betondan möhkəm şəkildə Qafqaz şəklində tökülmüş. İçəri hissədən də yəni dörd tərəfi kubik daşla hasar alınmış. Üst tərəfi yenə beton kəmərdir. Ara kəsmələrdə də beton kalınlar gedilmişdir. Hər tərəfdən torpaq sahəsi oluşubdur. Yeni tikilidir. Hal-hazırda evdə yaşayış var. Yan tərəfdən də giriş-çıxış qapısı qoyulmuşdur. Bir neçə cür meyvə ağacları əkilmişdir. 15 tonluq sövzası gördüyünüz bu hissədə kubik daşdan tikilib, pişkaturk olunub. Evin arka tərəfindən də giriş-çıxış qapıları qoyulmuşdur. İki tərəfdən iki tane gördüyünüz qapı evin arka tərəfinə giriş-çıxış qapılarda açıq balkonu var. Torpaq səviyyəsindən 3 kubik hündürdə tikilmişdir. Plastik şüşələrdir. Yəni gördüyünüz kimi bahalı keyfiyyətli plastikdən istifadə olunmuşdur. Gələcəkdə belə bir prixojudur. Barada yığılmış şkaflar. Mərtəbə arası beton monolitdir. Girəcəyin sağ tərəfində evin mətbəxtidir. Gördüyünüz kimi mətbəx genişdir. Evlə bitişik belə bir yəni otağı var. Evdə çoxlu poldur. Gördüğünüz gibi aynalar sürüşmeli aynalardır. Açılıp bağlanır. Bu taraftan da yani evin arka hissesine geçebilirsiniz. Gördüğünüz gibi ön hisseden de bu hisseden de aynalar yani açılır bağlanır sürüşme usulüyle. Birinci mərtəbəsinə ait geniş yataq otağıdır. Mərtəbə arası 3,5 metrdir, hündürlüyü, tavan hündürlüyü. 3 metre yarımdır. 3 metre 50 santimetre. 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 3 metre 50 san
Bu hissədə hamamıdır, ayaq yolusudur. Gördüyünüz kimi təmizlidir, keyfiyyətli materiallardan istifadə olunub. Arkaya çıxış qapısı, bu hissədə paltaryandır. Ütü otağı, belədir, paltaryan. Maşın bu hissədə yerləşdirilib. Evin çamaşırxanasıdır. Bu hissədən evin podval hissəsinə daxil oluruq. Gördüyünüz kimi yenə kabel metaqlıdır. Onun pilləkən torpaq səviyyəsindən aşağıda yerləşdir. Gördüyünüz podval. Podvalı da tam təmirlidir. Podvalı torpaq qatından 3 metre aşağıda yerləşir. Gördüğünüz gibi tam təmirlidir. İkinci mərtəbəsinin çıxışında küt qat şadı, qırılmayan şadı. İkinci mərtəbənin tavanın yerdən hündürlüyü 3 metre 20 santimdir. Girəcəyin sol tərəfində belə bir otaqdır. Yan tərəfdə yenə belə bir geniş otaqdır. Tam təmirli evdir. İkinci mərtəbəsinə ait açıq balkonudur. Gördüyümüz, yani birinci mərtəbədəydi əsas əşyalar. Pərdədir, lüstra, heç bir şey əl vurulmayacaq. Yəni gördüyünüz kimi əşyalar yerində qalacaq. Deməli 1, 2, 3 otaqdır. 4 otaq. 4 otaqdır bu hissədə. Yenə hamamıdır. Hamam çox genişdir. Burada da yani ikinci mərtəbənin də özünə ait çoxlu pollar var. Koridorun baş tərəfində hamamın yox, ayaq yolusudur. Gördüyünüz kimi ayaq yolusu da genişdir. İkinci mərtəbəsinə ait rubelniklər qoyulmuşdur. Arka tərəfə də açıq balkonu var. Dağ mənzərəli yerdə yerləşir. Torpaq sahəsi 10 sotdur.
İtalyan aboylardan, yani divar kağızlarından, İtalya istehsalından olan divar kağızlarından, yani aboylardan istifade olunmuştur. Qeyd etdiyim kimi bütün gördüğünüz her bir əşya evdə qalacaq. Yəni heç bir əşya evdən götürülməyəcək. Kupçalıdır. Qiyməti videonun altında qeyd olunacaqdır.